Salam əziz abituriyentlər, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri. İmtahanımıza bildiyiniz kimi az qalıbdır. 9-ların imtahanı apreldə, 11-lərin imtahanı isə mart ayındadır və çəkdiyim bu video ümid edirəm ki, hər birinizin gərəyinizə gələcək əsas qeydləri qeyd edəcək. Bugün sizinlə mövzum deməli countable and uncountable mövzusudur. Yəni sayıla bilən və sayıla bilməyən isimlərlə bağlı qeydlərimi deyəcəm. Hansı ki, şagirdlərin ən çox çətinlik çəkdiyi mövzulardan biridir. Sayılan isim necə təyin edilir, sayılmayan isim necə təyin edilir. Bundan ötürü ilk öncə uşaqlar mütləq və mütləq onların xarakter xüsusiyyətlərini bilməlidirlər. Yəni sayılan isimin 4 əsas xüsusiyyəti var. Birinci qayda həm təkdə, həm də cəmdə işlənir. Yəni nə deməkdir? Həmin isimlər təkdə işlənirlər və cəmlənə bilirlər. Hansı isimlər cəmlənə bilirsə, həmin isimlər sayılan isimlərdir. Sayılan isimlər təkdə də işlənə bilir, cəmdə də işlənə bilir. Nə deməkdir? Təkdə olan zaman biz onları cəmləndirə bilirik. Hansı isimlər cəmlənirsə, o isimlər sayılan isimlərdir. Book, books, kitab, kitablar, for example. Pen, qələm, pens, qələmlər şəklində işlənir. Davam edək, qələmlər. İkinci, qarşısında en qeyri-müəyyən artikl işlənir. En qeyri-müəyyən artikl mənası da bir deməkdir. Yəni sayıla bilən təkdə olan isimlərin qarşısında yalnız və yalnız təkdə işlənən zaman en qeyri-müəyyən artikl mütləqdir ki, işlənsin. Əgər qarşısında en artikl işlənməyibsə, bu test yanlışdır deməkdir. Tent, bir çadır, an hour, bir saat. Burada hour yazılsa da, əziz abituriyentlər, baxın bir şey qeyd eləyək. A, U, E, yəni hour şəklində tələffüz olduğuna görə, A saiti olduğuna görə bunun qarşısında ən artikl işlənir. Artikl işlənməsi yazılışa görə deyil, deyilişə görədir. Necə tələffüz olunursa, onun əsasında onun qarşısında ya da ən artiklı qoyuruq. Train, bir qatar. Üçüncü qayda miqdar sayıları ilə işlənir və bu zaman kəmiyyət artdıqca cəmlənir. Yəni, one student, bir şagird deyəndə təkdədir. Three students, 3 şagird deyəndə isə cəmdə olacaq. Çünki kəmiyyət birdən çoxaldı. Dördüncü qaydamız isə FU-nun mənası bir. FU bir neçə, burada bir neçə mənasını verəcək. FU bir neçə, neçə. Few çox az, a lot of çoxlu, some bir neçə, many çox. Və bir şey də qeyd edək, bu da several. Several çoxlu. Miqdar sayılarından sonra sayılan, bilən isim gəlir. Və bu zaman isim cəmdə olur, xəbər də cəmdə işlənir. Example, a few flowers, bir neçə gül, a lot of books, çoxlu kitablar, some teachers, bir neçə müəllim və several people, çoxlu insanlar, peoples, çoxlu xalqlar şəklində də işlədə bilərik. Sayıla bilməyən isimlərin isə onların da 4 əsas xüsusiyyəti var. Sayıla bilən isimlərdən fərqli olaraq sayıla bilməyən isimlər yalnız və yalnız təkdə işlənir. Onlar cəmlənə bilməz. Advice, məsləhət, sugar, şəkər, butter, kərə yağı. Məsəl üçün, başqa bir isimlə deyək, qısa formada olsun. Oil, neft yağı deməkdir. Və bu sözün sonunda s ola bilməz. Yalnız və yalnız təkdə işlənir. Cəmlənə bilməz. İkincisi, qeyri-müəyyən artikl ilə işlənə bilmir. Example, an advice şəklində olmaz. Sadəcə advice deyirik. News şəklində olmaz. News deyəcəyik. News deyəcək. An information olmaz. Information olmaz. Information deyəcək. Information deyəcək. Və keçdik üçüncü qayda. Miqdar sayılarla işlənə bilməz. Yəni 5 money 5 pul olmaz, amma 5 manat 5 manat ola bilər. Çünki pul sayılmır, amma pulun məzənnələri, növləri sayılır. Dördüncü qayda bu kəmiyyət bildirən sözlərlə işlənir. A little, biraz, little, çox az, a lot of, çoxlu, some, bir neçə, some burada biraz mənasını verəcək və much, çoxlu. Sayılarından sonra, kəmiyyət sözlərindən sonra sayıla bilməyən isimlər gəlir və bu zaman isim təkdə olur. Xəbər də buna uyğun təkdə işlənəcək. A little money, biraz pul, a lot of bread, çoxlu çörək, some furniture, biraz meyvə şəklində işlənir. Sayıla bilməyən isimlərin
daha doğrusu necə olmasından bağlı hansı isimlər sayıla bilməyən isimlərdir deyəndə mütləq onların kateqoriyalarını bilmək lazım. Yəni the category of uncountable nouns və yaxud da uncountable nouns kateqori sayıla bilməyən isimlərin kateqoriyalarına gəlin göz ataq. Birinci, bütün maye halında olan isimlər sayılmır. Milk, süt, water, su, juice, meyvə şirəsi, tea, çay, oil, neft, yağ, qazolin, benzin. İkinci, bəzi ərzaq məhsulları sayılmır. Butter, kərə yağı, sugar, şəkər, salt, duz, bread, çörək, cheese, pendir. Niyə görə bunu belə dedik? İndi burada bir nüans açaq sizin üçün. Ərzaq məhsulları deyəndə bura təbii ki tərəvəzlər və meyvələr də daxildir. Meyvə sayılır. Meyvə məsəl üçün apple və yaxud da orange və yaxud da limon. Bunlar sayılır. Və yaxud da tərəvəzlər desə potato, tomato, carrot. Yəni bunlar sayılır və cəmlənə bilirlər. Cəmlənir. Ancaq yerdə qalan hansı ki səhər yeməyində yeyirik və bişirilən zaman onları hansı kilodur, çəki ilə alırıq, yəni ölçü ilə alırıqsa, biz onları məsələn, butter kərə yağını bir dənə kərə yağı ala bilmirik. 1 kilo ya da bir paket alırıq. Sugar şəkər bir paket şəkər şəklində alırıq. Salt duzu da yenə. Bread çörəyi isə biz bir çörək alsaq da ingiliscə buna deyirlər a loaf of bread, yəni bir bulku çörək. Cheese pendir də yenə bir paket formasında ya da kilo şəklində alırıq. Gəldi üçüncü, mücərrəd mənalı isimlər. Bura bir dənə qeyd yazaq. Bəzi mücərrəd məna bildirən isimlər sayılmır. Knowledge, bilik, love, sevgi, hate, nifrət, time, vaxt, advice, məsləhət. Oyun adları sayılmır. Futbol, tenis, chess, şahmat, draft, dama şaşqı, bilyard, golf. Hansı ki bütün oyun adları sayılmır. Beşincisi, elm adlar, elm və fənn adları sayılmır. Math, matematik, science, elm, chemistry, kimya, history, tarix. Altıncısı, madde, material bildirən isimlər sayılmır. Example, cotton, pambıq, wool, yun, coal, daş kömür, hidrogen, oksigen, gold, qızıl, silver, gümüş, bronz, bürünc. Yəni paltar material olaraq da məsələn paltarlar cotton, pambıqdan ola bilər, wool, yundan ola bilər və yaxud da əşyalarımız, bəzi əşyalarımız gold, qızıldan, silver, gümüşdən, bronz, bürüncdən ola bilər. Suyun tərkibi H2O, yəni hidrogen və oksigendən yaranır. Təbii sərvətlərdən kol, daş kömür haqqında danışa bilərik ki, bunlar maddə, material bildirirlər. Və 7-ci qaydamız ümumi məna daşıyan isimlər sayılmır. Example, money, pul, furniture, mebel, trafik, nəqliyyat, luggage, yük, email. Bunlar deməli pul ümumidə gedir, ancaq onun növləri var. İndi qeydimizə baxaq. Deməli pul özü sayılmır. Ancaq ki pulun növləri sayılır. Example, manat, 1 manat, Azərbaycan manatı, dollar, ABŞ dolları, rubl, Rus rublu, lirə, Türk lirəsi. İkinci, furniture, mebel sözü sayılmır. Ancaq mebelin hissələri sayılır. Example, a table, stol, a chair, stol, a sofa, divan, an armchair, kreslo. Hansı ki bunlar məişət əşyaları, ev əşyalarıdır. Onlar sayılır, amma ümumilikdə bunlar mebel adları və mebel adı altında sayılmırlar. Sadəcə tək öz adlarında sayılırlar. Trafik, nəqliyyat. Hər kəs deyir ki, məsələn, mən nəqliyyatlar içidirəm, amma hansı nəqliyyatlar deyəndə nəqliyyat sayılmır ümumilikdə, amma nəqliyyatın növləri artıq sayılır. Example, a car, maşın, a bus, avtobus, a train, qatar. Növbəti bir qeydimiz var burada. Not birimiz var. Sayıla bilməyən isimlər, yəni hamısı mücərrəd isimlər deyil. Yəni belə deyil, bəzi mücərrəd isimlər var ki, onlar sayılır, bəzi mücərrəd isimlər var ki, onlar sayılmırlar. An impression, təəssürat, an hour, saat, a hope, ümid, a problem, an idea, fikir, a success, uğur, a victory, qələbə, a season, fəsil, a union, birlik kimi sözlər var ki, bunlar sayılır və cəmlənirlər. Və əvvəldə görürsünüz, artificial, an impression, təəssürat, bunlar əzbərlənməli. Mütləq ki, testlərimizdə bizə lazımdır. An impression, təəssürat, an hour, saat, a hope, ümid, a problem, an idea, fikir, a success, uğur, victory, qələbə, season, fəsil, a union isə birlik mənasını verir.
Və növbəti bir qeydimiz var. İkinci bir qeyd. İkinci qeyd. Unutmaq olmaz ki, deməli, bu sözlər biz hamısını sayıla bilmək kimi götürə bilmərik. Əslində bir mənasını yoxlar sayılırlar, digər mənasını sayıla bilməyən sözlər ki, bunlar omonim xarakter daşıyan sözlərdir. Məsələn, qlaz sözü şüşə mənasında sayılmır, ancaq stəkan mənasında sayılır. Ayan dəmir mənasında sayılmır, ancaq ütü mənasında sayılır. Heyə saç mənasında sayılmır, tük mənasında sayılır. Lənd yer torpaq mənasında sayılmır, ancaq ölkə mənasında sayılır. Light işıq mənasında sayılmır, fənər mənasında sayılır. Paper kağız mənasında sayılmır, qəzet mənasında sayılır. Time vaxt mənasında sayılmır, times olan dəfə mənasında sayılır. Clothes parça sayılmır, clothes amma paltar mənasında sayılır. Rubber rezin mənasında sayılmır. Ancaq poza mənasında sayılır. Wood taxta mənasında sayılmır. Meşə mənasında sayılır. Dream yuxu mənasında sayılmır. Arzu mənasında sayılır. Tingalay mənasında sayılmır. Banka mənasında sayılır. Üç bağət mənasında sayılmır. Bağ mənasında sayılır. Property ərazi mənasında sayılmır. Əmlak mülk mənasında sayılır. Work iş mənasında sayılmır. Works əsər zavod mənasında sayılır. Plant mexanizm mənasında sayılmır. Zavod mənasında sayılır. Lamp quzat mənasında sayılmır. Quzu mənasında sayılır. İngiliscə bəzi isimlər var ki, onlar sinonim sözlərdir. Eyni məna vermələrinə baxmayaraq biri sayılır, digəri isə sayılmır. Məsəl üçün, eyni məna ifadə edən sözlərdir ki, bunlar sinonim sözlərdir. Work sözü iş mənasını verir, job sözü iş mənasını verir. Gəldik bura. Və job sözü sayıldığına görə jobs cəmlənir. Scenery də mənzərə deməkdir, view də mənzərə deməkdir. View sayıldığına görə views cəmlənir. Travel da səyahət deməkdir. A journey, a voyage, a tour, a trip, a cruise sözlər də səyahət deməkdir. Və bunlar sayılırlar deyə bunlar cəmlənirlər. Money, pul deməkdir. Dollar növü məzənnəsi deməkdir. Dollar sayılır deyə dollar şəklində cəmlənir. Music, musiqi deməkdir. Song mahnı, musiqi mənasını verir. Song sayıldığına görə songs cəmlənir. Üçüncü notumuz var. İngilis dilində bəzi işlənən isimlər var ki, onlar Azərbaycan tərcümə olunan zaman sayılmır və cəmlənmir. Amma ingilis dilində bulunan sayılır cəmlənir. Çünki nəyin növündən söhbət edəcəksə, növ varsa, həmin isimlər sayılır deyirik. Yəni, cloud bulut. Buludun növləri var, əziz şagirdlər. Laylı bulutlar, lələkvari bulutlar və topa bulutlar olduğuna görə bulut sözü sayılır və clouds cəmlənə bilir. Wind külək, şimal küləyi, şərq küləyi, qərb küləyi, cənub küləyi, passat, musson kimi külək növləri olduğuna görə, qarayı, gilavar sayı növləri olduğuna görə külək sayılır. Beauty gözəllik, insani gözəllik, təbiət gözəlliyi, heyvan gözəlliyi və s. Dream arzu mənasında sayılır. Impression təəssürat sayılır. Storm tufan növləri var. F5 hurricane, tsunami və s. Roll, joke, zarafat sözləri sayılır. Amma burada bir şey qeyd etmək lazımdır ki, fruit sözü və food sözü hər ikisi sayılmırlar. Amma vegetable sözü sayılır və cəmlənə bilir. Vegetables şəklində işlənir. Sayıla bilməyən isimlərin artikılla işlənməsi. Əgər sayıla bilməyən isimlərin ölçüsündən, həcmindən, çəkisindən söhbət edəcəksə, o zaman həmin sözlər numerativ sözlərlə işlənir və bu numerativ sözlərin qarşısına artikıl yazılır. Həmin artikıl bu zaman isimə yox, numerativ sözə aid olur. Example, baxaq. A cup of tea, bir fincan çay və bu zaman onların düzgün şəkildə numarativ sözlərini qeyd eləmək lazımdır. Yəni, çayı biz nədə içə bilərik? Fincanda içə bilərik, stəkanda içə bilərik və s. A cup of, yəni hər numarativ sözdə biz sayılı bilməyən isimlə işlədə bilmərik. Yəni, onların mənalarına uyğun olaraq uyğun numarativ sözü işlətməliyik. A cup of tea, bir fincan çay. A drop of water, bir damcı su. A bar of chocolate, bir kletka şokolad. A kilo of meat, bir kilo ət. A bowl of rice, bir qazan düyü. A slice of butter, cheese, bir dilim yağ, bir dilim pendir. A piece of music, furniture, advice, bir parça musiqi, bir parça mebel, bir parça məsləhət. A lamp of coal or sugar, bir parça qənd, bir parça daş kömür. A tube of toothpaste, bir kutu diş pastası, hansı ki turba formasında olanlar tube numarativ sözünə işlənəcək və a tube of glue, bir kutu, burada clay mənasında işlənir, clay yapışqan. A sack of flour, bir kisə un. A glass of water, bir stəkan su.
A bottle of juice, lemonade, bir butulka şirə, a barrel of oil, gazolin, bir barel neft və yaxud da benzin, a stick of chalk, bir çubuq təbaşir, blanket of fog, cloud, snow, bir örtük bulut, a loaf of bread, bir bulku çörək, a buket of flowers, bir buket gül, a box of cigarette, bir kutu sigaret. Gördüğünüz gibi burada qeydlərimizi yazmışıq. Və not 4 və not 5 əsas bizə lazım olan budur. Deməli, iki isim yan yana gəlir. İki isim yan yana gələn zaman burada işlənəcək e ya da an artiklının işlənməsi. İki isim yan yana gəlir. Məsəl üçün, noun və noun şəklində iki isim yan yana gələcəksə, bu article aid olacaq ikinci isimə. Bunun birinciyə aid olmayacaq. Onda belə bir qayda yazırıq ki, iki isim yan yana gələndə əgər sayılabilən isimdən sonra sayılmayan isim gələrsə, əvvəlində yəni artikel işləmir. Yəni, məsələn, burada işlənibdir apple sözü, indi izahat verək. Apple sözünün mənası alma deməkdir. Alma meyvələr sayılır. Əvvəlində ən artikel işləndi. Hindi isə bunu dəyişib yazıram. Apple juice. Bayaqlama təkcə almadan söhbət gedirdisə, indi artıq almadan yox, söhbət birbaşa bax, bununla əlaqəlidir. Yəni, juice, şirə ilə alma şirəsindən söhbət gedir, ikinci gəlisindən bağlıdır. Ona görə də bunun qarşısında hər hansı bir e ya da, daha doğrusu burada ən işlənməlidir Apple-a görə, yəni əvvəlində ən artiklı işlənə bilməz. İndi gəldi ikinci qayda. Sayıla bilməyən isimdən sonra sayıla bilən isim gələrsə, əvvəlində yəni artiklı işlənir. Məsələn, news sözü, əziz yoldaşlar, sayıla bilməyən tək isimdir. Əvvəlində i artiklı işlənməz. Amma news sözündən sonra mən proqram sözünü yazmışamsa, o zaman burada işlənəcək artikl hansı isimə aid olacaq? İkinci gələn isimə aid olacaq. Çünki ikinci yerdə duran isimə uyğun isim sayılandırsa, əvvəlində artikl işlənəcək. İkinci yerdə gələn isim sayılmayansa, əvvəlində artikl işlənməyəcək. Proqram sayıldığına görə əvvəlində i artikl işlənir. İndi bura baxırıq. Furniture sözü sayılmayan isimdir. Elə deyim, aman shop sözü gəlibdir. Mebeldən söhbət gedirsə bayaq. İndi mebel mağazasından söhbət gedir. Mebel dükanı sayıldığına görə əvvəlində i artikl işləndi. Sand castle ifadəsində castle sözü qala deməkdir. Sand sözü qum deməkdir. Birincidə qumdan söhbət gedirdi, sayılmırdı. Amma ikincidə qumdan bir şey düzəltdi, oldu qala. Demək, artıq bizi gözümüzün qabağında o obyekt nədir? Qum qalasıdır. Qaladan söhbət getdiyi ki, biz əvvəlini yazırıq. Artiklı, sayıla bilən və sayıla bilməyən isimlərlə bağlı uşaqlar qeydlərim bu qədər. Nəsə aydın olmayan istilər olarsa, şəhb olmasında qeyd edərsiniz. Ümid edirəm ki, yararınıza gələcək bir video oldu. Uğurlar hər birinizə.